Əvvəla xoş gəlmisiniz. Axşamınız xeyir. Bu vaxtı ayırdığınız üçün təşəkkür edirəm. Bizim mövzumuz biraz həm çox az mövzudur, az case tapılır. Prosto case tapılanda da biraz üzərində çox oynayan bir case'dir. Maraqlı case'dir ümumiyyətlə. Anal kanseridir. Analar rektum kanseridir. Bu slaytda biz anal xərçəngi anatomiyası, epistemologiyası, etiologiyasını öyrənəcəyik. Sonra screening müayinəsi, yəni klinikasını necə taparıq, müalicəsində də sonda toxunacağıq əlbəttə ki. Mövzunun girişləməmişdən öncə ilk öncə anatomiyasına baxacağıq. Anal nədir, rektum nədir, analda nələr olur, rektumda nələr olur. Sonra epitemologiyası, dünya üzrə, xüsusən də Azərbaycanda maraqlandım. Azərbaycan üzrə bir statistika tapdım. Etiologiyasına baxacağıq. Ondan sonra patologiyası, klinika və müalicəsi ilə bitirməyi düşünürük. Anatomiyasından başlayaq. Anatomiyamız bildik ki, aşağı bağırsağın nahiyəsidir rektumumuz. Gəlir və onun rektumun anal, yəni rektum bağırsağın bir hissəsidir. Anal onun regionudur. Yəni rektum bitəndən sonra anal başlayır. Rektumu da biz onkolojik anatomiya baxımından 3 hissəyə bölürük. Anatomiya baxımından da elə 3 hissəyə bölünür. Aşağı rektum, orta rektum, üst rektum. Aşağı rektum 3-6 sm olur. Xüsusilə də aşağı rektumumuz analın kənarından başlayır. 3-6 sm yuxarıda olur. Orta rektumumuz 5-6 sm, hətta 8-10 sm-ə qədər götürürlər. Elə bil ki, ikinci Houston halqasına doğru götürürlər. Daha sonra yuxarı rektumumuz var. 8-10 sm-dən, yəni buradan götürüb 12-15 sm-ə qədər uzana bilər. Təxminən elə 12-ci sm-dən sonlanır bu. Yəni bunu bilməyimizin cəhəti nədir? Biz rektumdan sigmoid kalan arasında bir xərçəng olduqda onkoloqlar radioterapiya eləyəndə bir interpretasiya yaparlar ki, görək bu dəqiq mi rektumdadır, yoxsa sigmoid kolondadırmı? Və ona uyğun olaraq radioterapiya topografik bir xəritə qurub daha sonra radioterapiyanı eləyirlər. Bir də xüsusilə də bunları nəzərə almağımız kişi və qadında dediyimiz kimi rektovezikal, bir də rektouterin yanlarının, ciblərinin olmasında xüsusi diqqət yetirirlər ki, topografik radioterapiyada xüsusi çox zədələnmə olmasın. Daha sonra bizim ən anatomiyada öyrənəcəyimiz hissə metastaz verdiyi limfa düyünləridir ki, bu inferior mezenterik arteriyada olandır, common iliak arteriya nodlarına metastaz verir. Yəni ilkin stagelərdə bu oralarda biz bir MRT müayinəsi və yaxud da pozitron emisyon tomografiyası etdiyimiz zaman görərik yəni. Sonra dediyimiz internal iliak arteriyanın nodlarına, eksternal iliak arteriyanın nodlarına, obturator arteriyanın nodlarına doğru, hətta xüsusilə də ilk öncə mezorektal nodlara doğru bir metastaz verəcəkdir. Bir də bizim anal rektalımızın arasında dentat dediyimiz xəyali bir xəttimiz vardır. Bu xətti biz anal rektal arasındakı xərçənglərin müqayisəsi üçün istifadə olunur. Radioterapiyanın fraksiyalarında analla rektumun fraksiyaları fərqli olur. Analda çox az olur, çünki dəri səthində, dəridə yerləşdiyi üçün tam olsa biz ora bir şəkildə birbaşa ötürürük, qismən də olsa. Amma rektum bir daxili orqandır və onun ətrafında daxili orqanlar, sidik hissəsi, rektovezikal, rektouterin olduğuna görə biz onunla xüsusi bir ehtiyat edirik. Ona görə dentat xəttimizi xüsusilə də müəyyən etməyimiz şərtdir. Həmçinin limfa düyünlərimizə uyğun olaraq. Burada isə rektum, anal və anal sfinkteri görürük, əzələləri görürük. Vəzifəsini bilirik, artıq maddələrin xaric edilməsində xüsusi rol oynayır. Rektum gəldirir, anal vasitəsilə genişlənir və o xaric ediləcəkdir. Proses budur. Xərçəng olduqda isə bu nahiyədə, xüsusilə xərçənglər olduqda bu proses daha ağırlı baş verir. Hətta qan belə görmək klinikasında ola bilər. Anatomiyası bu qədər. Anatomiyasının biz sadəcə lokalizasiyası, aşağı, orta, üst olduğunu, hansı limfa düyünləri metastaz verdiyini və rektumla analın fərqini soruşuruq. Dentat xəttimizdə, xəyali oxumuzda unutmuruq.
Epidemiologiyası, etiologiyasına gəldikdə, epidemiologiyasına 2020-ci ilin Our World in Data bazasına Azərbaycandan xüsusi olaraq 100.000 insan xərçəng ölümündən, insan baş verən xərçəng ölümündən insidans olaraq 6.8-i kolon və rektumdan baş verir. Yəni bu o qədər də çox deyil. İlk bir 5-liyə girdiyini hesab edirik. Yəni bu da belə gözlənilməz bir hadisə. 2021-də budursa, gör 2022-23 hətta bu ərəfələrdə biraz çox olduğunu düşünə bilərəm. Hətta deyə bilərəm ki, qaraciyər belə keçmişliyi ola bilər. Daha sonra biz 2005-ci ilin Amerika statistikalarına əsasən bütün irqlər arasında Asiya irqləri daha az olduğunu, ağ irqlərin ən çox tutulduğunu görürük. Kişi-qadın nisbətinə görə baxdığımızda həmişəki kimi görürük ki, qadınlar biraz nisbətən çox, qaralarda kişilərin nisbətən çox olduğunu görürük. Anal xərçəngin yoluxmasını. Bu isə səbəb qara dərilərdə nəsə çox qarmaqarışıq bir araşdırma var idi. Bu xüsusilə anal xərçənglə deyil. Orada anal xərçəngi bir cümlə ilə vurğulayır. Qalan şeylər homoseksuallığın genetik olub olmadığını yoxlayır. Qara dərilər ilkin insan əcdadından gəldiyini və xüsusilə də orada genetik olaraq homoseksuallığın bir qolunun orada yerləşdiyini xüsusilə deyir ki, burada o genin aktivləşməsi nəticəsində homoseksuallıq çox olur, anal seksdən çox istifadə edirlər deyə nəsə belə bir xüsusi nüans var və tam dəqiq deyə bilmərəm çünki bir məqalədədir bu. Ona görə bu barədə sorğu altındadır ki, niyə qaraların kişi cinslərində daha çox, digərlərinin isə qadın cinslərində daha çox olduğu görülür. Ölüm insidansına baxdığımızda yenə də kişilərdə, qara dərilərdə ölüm insidansı daha çoxdur, Asiyalılarda daha azdır, ağ dərilər isə qadınlarda daha çox olacaqdır. 16-dan az hadisədə Asiyalarda görüləcəkdir. Etiologiyasına gəldiyimizdə, etiologiyası xüsusilə də çox multifaktorialdır əlbəttə ki, digər onkoloji xəstəliklər kimi, amma 2 dənə xüsusi infeksiyanı burada daim olaraq vurğulayırlar. Bunlardan biri HPV-16-dır, digəri isə HIV-dir normal bir şəkildə. HPV-16 squamous hüceyrəli karsinomaların 90%-nə aşkar olunur. 90%-nə HPV mənşəli olur. HPV mənşəli, hətta deyir HPV-16 anal karsinomlar servikal karsinomları belə üstələyir statistik baxımından. 75% göstəricisi vardır. Hətta HPV-18 belə göstəricisi HPV-16-dan daha azdır. Və bunun səbəbi isə qadınlarda anal seksin çox olduğu və kişilərdə homoseksuallıq nəticəsində qorunmasız və diaqnostikası bəlli olmayan şəxslərin, yəni necə deyim, çox faktorlu bir, çox insanlı bir seks başladığına görə bu baş verə bilir. Və anoskopiya zamanı kiçik bir balaca bir lezyon görüb onu hemoroid adlandıra bilərlər. Amma bunun dəqiq bir diaqnostikası nəticəsində aşkara çıxa bilər. Yəni daha çox biz hətta belə deyə bilərik ki, qadınlarda əgər servikal və yaxud da vulvar bir displaziyası varsa, yəni onların bir anal xərçəng əmələ gəlmə riski daha çoxdur ki, nəinki onun sağlam olan risklərə nisbətən. Daha sonra İkincisi HIV infeksiyalarıdır. HIV infeksiyaları da HPV infeksiyalarından geri qalmır əlbəttə ki. Və hətta belə bir HIV pozitiv şəxslər HIV negativ şəxslərdə 2 qat çox tez yoluxa bilir. Yəni anal kanserlərə ki, bu da onu sübut göstərir ki, etiologiyasında bir HIV-in genetik materialı var. Yüksək antiretroviral terapiya ilə ömür uzadılmış insanlar var ki, yəni biz HIV pozitiv çıxıb şəxs, amma anal kanseri yoxdur. Bu o demək deyil ki, daha sonra anal kanser gəlişməz. Müəyyən müddətdən sonra malignitelər artır. Yəni biz şəxsin uzun ömürlüyünü artırırıq, onun sağlamlığını deyil, ömrünü uzadırıq. Sağlamlığı isə daha da get-gedə azalacaqdır və malignitelər daha çox artacaqdır. Yəni bu onun göstəricisidir. 2005-ci ilin bir meta-analizinə əsasən Amerika meta-analizi xüsusilə də HIV pozitiv erkəklər daha çoxdur. HIV pozitiv
qadınlardan. Bu da dediyimiz kimi yenə də erkek nüksünün homoseksuallığa bağlı. Hətta bəzi araşdırmada yazmışdı ki, şəxslər xüsusilə də 19-24 yaşlı arası olanlar bu cinsiyyət seçim mərhələsidir. Nəsə belə bir mərhələ var ki, orada homoseksual mı yoxsa heteroseksual mı olmaq üçün bir oğlan partneri və ya bir qız partneri ilə yatır və təyin edilir. Çox maraqlı bir şeydir bu. Onun nəticəsində də bunlarda bir HIV yoluxub da daha sonra anal kanser gəlişmə riski də ola bilir. Yəni belə bir nüanslarımız da var təəssüf ki, dünyada öz cinsiyyətini seçmək üçün problar edirlər. Yəni HIV pozitiv anal kanseri olan şəxslər ümumi təkamül baxımından heç bir müalicə edilməz. 34 ay ortalama yaşam sürəsi var. 34 aydan sonra gedəcəkdir. Yəni bu sırf anal kanserdən deyil də HIV pozitivliyinə, antiretroviral terapiyası getmir. HIV daha da aşağı immun supressiya edəcəkdir və bunun nəticəsində adi bir qrip belə onu ağır vəziyyətə salıb onu məhv edə bilər. HIV negativ şəxslər isə 39 ay anal kanserdən yaşama təkamül orta yaşam müddəti vardır ki, bu isə anal kanserin 39 ay ərzində sürətli bir metastaz vermə qrafiki olduğunu görülür. Qrafiki hələ qurulmayıb. Ümid edirəm son zamanlarda bunun üstünə düşüb qurmağa çalışarlar təkamül baxımından. Hətta statistika baxımından bunu da deyə bilərəm ki, xüsusilə də anal kanser gəlişmiş 55 yaşdan yuxarı şəxslər görülür. 67% olaraq daha çox görülmə insidansı var. Patologiyasına gəldiyimizdə anal kanserin patoloji olaraq klinika ilə patologiya burada fərqlənir anal kanserdə. Çünki çox maraqlıdır. Squamozu var, bazaloidi var, kloakageni var, transisionalı var, mukoepidermoidi var, verikoz mukoepidermoid alt tipləri vardır. Prost Ümumdünya Səhiyyə Təşkilatı bu alt tiplərin hamısını qəbul etmir, yalnızca birini. Squamoz hücrəli karsinomanı qəbul edir. Yəni squamoz hücrəli karsinoma niyə baxımından baxdım? Niyə baxımından? Çünki bunların hər biri elə bil ki 100 şəxsdən birində olmaya bazaloid kloakagen. Amma squamoz hücrəli karsinoma 100 şəxsdən tapdığımız 50 şəxsin 49-unda squamoz hücrəli karsinoma gəlir. Yəni müalicə baxımından da standart, hamısında standart gedir. Amma diaqnostika baxımından squamoz hücrəli daha çox tapılır. Bu 65-67 yaşlı bir homoseksual kişi idi. Bunun anamnezin morbisin şikayəti bu əlbəttə ki şikayətdir. Bu daha da ağır vəziyyətidir. Anamnez vitesində əvvəllər buna hemoroid diaqnozu qoyublar. 50-55 yaşında hemoroid müalicəsi gedib. Amma xərçəng biopsiyası falan götürülməyibdir və vəziyyət o vəziyyətə gəlib ki, artıq BC artmasına və metastazına çox verməsini götürüb. Onun biopsiya materialını götürüblər anoskopiya vasitəsilə. Anoskopiyaya da gərək yox idi ki, nəinki buradan bir kənardan götürməsi ki, və squamoz hücrəli karsinoma çıxıbdır. Dentat xəttin altında yerləşən şişlər də keratinizasiya xüsusiyyəti göstərə bilir. Çünki artıq dentat xəttdən rektum bitir, anal bölgə və dəridir, keratinizasiya verər, plus HPV tapıla bilər. Hətta HPV plus HIV də qoşula bilər. Bunu anal hücrələr olaraq qəbul etsək, proses gedib HPV və yaxud da HIV yoluxub və yaxud da kənardan bir zədələnmə olub, kandilomalar əmələ gəlir. Kiçik kandilomalar və bunu dermatoloqa gedir. Dermatoloq ki, əgər şübhələnsə bundan bir diaqnostika, anal kanser diaqnostikasını götürər, bir biopsiya falan baxar. HPV o kanser diaqnozu qoyulmayacaqdır, amma HPV pozitiv çıxsa, HIV pozitiv çıxsa, heç olmasa önləyici bir tədbir görülə bilər. Daha sonra grade 1-də artıq bu proses nəticəsində displaziyalar baş verir. Çox orta və yaxud da orta displaziyalar. Əgər müalicə tam gedə bilməsə, intraepitelial lezyona keçəcəkdir. Artıq dentat xəttinin altındaydı, keratinizasiya olub falan filan kandilomalar şəklini görsəniz, artıq intraepitelial keçir, rektuma doğru qalxır. Displaziya, ciddi displaziya, insitu karsinom. Artıq rektal
kanserimiz hazırdır. Əlimizdədir. Bu proses buradan yəni grade 1-dən high grade squamous intraepitelial lezyondan əvvəl də baş verib anal kanser əmələ gətirə bilər. Amma daha çox gedəcək olan yuxarıya doğru hərəkət edir. İnsitu karsinomasıdır. Mikroinvaziv karsinomalardır baş verəcəkdir kənarlara. Oradan da dediyimiz kimi limfa düyünlərinə metastaz, ondan sonra adamımız sağ olsun, özünü çox yaxşı iş gördürüb. Klinikası və müalicəsi çox qısadır. Anal xərçəng gələn xəstə şikayəti nə olacaq? Anal nahiyəsinə qanama olacaqdır, ağrı olacaqdır, qaşıma olacaqdır, anal ifrazatın çətinliyi olacaqdır. Anal ifrazatı getdikdə bir ağrı hissi vardır. Özdə bunlarda bir ağrı şey kimi demişdilər, soyuq tərzdə bir rahatlama kimi bir his vermişlər. Da bilmirəm o necə bir hissdir. Və anal kanda şişkinlik ola bilir kanalda. Ən yaygını anusda qanamadır. Çünki lezyonumuz var və xəstə işini gördükdə, yəni fiziologiyası baxımından yəni xaricə getdikdə diaqnostik prosesin bu zaman anusda qan olur. Çünki lezyonu kiçik-kiçik zədələyir. Kiçik-kiçik zədələmə nəticəsində o axır baş verə bilər. Hemoroid kimi dediyim kimi, xüsusi ən çox hemoroid kimi diferensial diaqnostikası hemoroidlə olmalıdır. Hemoroid deyib də səhv diaqnoz qəbul etməməz. Anoskopiya et, biopsiya et, daha detallı analizlər et. Diaqnostikası digital rektal examination'dır, endoskopiyadır, proktoskopiyadır, anoskopiyamız da var xüsusilə də. CT scan et, CT MRI, PET et, yəni HIV pozitiv CD4 səviyyəsinə bax, hətta HPV-16 bir diaqnostikası et. Yəni hər hansı bir şişlik görsən belə, kandilomadan tut, onu bir biopsiya et. Mütləq şəkildə biopsiya et. Çünki HPV olar, HPV müalicəsi et. HIV olsa antiretroviral terapiya et. Yəni bir qarşısını al yəni. Yazığı negativ çıxıb da 39 aya məhv etmə və yaxud da pozitiv çıxıb da 34 aya məhv etmə yəni. Yəni bu biraz metastazı çox gedəndir. Anal kanser diaqnostikası necə gedəcək? Fizikal examination edərik. Digital rektal, yəni detallı bir fizikal examination. Yəni ay kandiloma gördüm də kandiloma diaqnostikası, HPV gördüm də HPV diaqnostikası yox, daha detallı ara, daha detallı soruş. Hətta cinsi anamnezinə doğru get. Necə deyim, onun bir nətə deyirlər, bir araşdır, gör sən nəçisən, nəsən, nə iş görürsən, yəni daha detallı et. Daha sonra digital rektal exam et, anoskopiya et, biopsiya et. Ən sonunda bir imaging test et və son diaqnozu qoy, ona doğru müalicəni apar. Digital rektal examination necə gedəcəkdir? Əlcəyimiz, gelimiz və xüsusilə də örtüyümüz, salfetimiz əlimizdə olsun. Xəstəyə xüsusi bir yarım oturaq pozisiyada, yarı istiqamətdə uzanmış və anal nahiyəsini yaxşı görəcəyimiz şəkildə bir baxış keçiririk. Və barmaqlarımızı xüsusi gel vasitəsilə, bu xüsusən maye tərkibli gel vasitəsilə edirik. Yağ tərkibli gel hətta bizim ora ağrı yəni səbəb ola bilər. Rektal tuşe, tipik bildiyimiz rektal tuşedir. Hətta prostatın xoş xəstəlik hiperplaziyasına biz digital rektam examin edirik. O heç. Amma deyir ki, onu etdikdə bir ətrafa göz at, bir nəzər yetir. Bax gör orada bir qəribəlik, bir əlinə toxunuşda bir yəni normal bir qırışıq və yaxud da qabarıqlıq hiss edirsənmi? İşini bitirdikdən sonra ətraf mühiti təmizlə və xəstənin normal vəziyyətə dönməsini tələb edə bilərsən. Anoskopiyamız nədir? Anoskopiya xəstənin Sims pozisiyasında və yaxud da dizlər bükülmüş vəziyyətdə və yaxud da pron vəziyyətində uzandırılır. Xüsusilə də Sims pozisiyasında ən çox istifadə olunur. Anoskopiyanın dediyimiz bir obturator hissəsi var. Bu plastik olan obturatordur. Bir də onun anoskop dediyimiz belə bir, o da plastik. Əvvəllər dəmirdən idi, yazıqları ağrıdırdılar. İndi plastikdən, çox şükür ki, plastikə keçiblər. 10 sm bir böyüklük uzunluğundadır. Obturatoru daxil edirlər. Əlbəttə ki, bu su bazlı bir gel ətrafına vurulur və xəstəyə yavaşca yeridirlər. Yeritdikdə maksimum şəkildə yeridirlər. Obturatoru yavaşca çıxardılar və anoskop qalır içərisində və baxış keçirirlər.
Yəni o hətta biopsiyada bundan istifadə olunur. Yaxşı ki, bunlar plastikdir dediyimiz kimi. Ən sonda dediyimiz biopsiya və imaging testi. Biopsiyamızda stage 1, stage 2, stage 3, stage 4, stage 4-də. Stage 1-də baxdığımız görünüm rektal kanserimizdir. MRI-da görüntüsü bu şəkildədir. Stage 2-də artıq hiperemiyalaşmış sahələr görürük əks tərəfdə, amma lezyonumuz əlbəttə ki, görüləcəkdir. Stage 3-ümüzdə artıq aralıq nahiyəsinə qismən olsun keçib, stage 4-də artıq heç haqqın rəhmətdən qovuşur, keçib. Yəni o keçib hətta dəridə belə görülə bilir, dəridə gərilmələr belə görülə bilir. Süd vəzi xərçəngidəki kimi dəri gərilmələr görülür. 5-3 sm aralıda. Bu əvvəl lezyonumuz bu qədər, sonra biraz bu ən sonunda isə gördüyümüz kimi hətta bu vəziyyətə görülə bilər. Bu xəstəmiz 73 yaşında bir dayımız. Xaricə gedəndə bir qanaması olduğunu görüblər. Yaxşı ki, digital rektal ekzem ediblər, orada bir nəsə qabarıqlıq görüblər və anoskopiya edib biopsiya götürüblər. Nə çıxıb? CGC, squamous karsinoması çıxıb və PET müayinəsi ediblər. Yəni işi tam bitirməyiblər də, yəni tam görüblər. Hə, okey, tamam, sən anal kansersən deməyiblər. Adamlar daha detallı araşdırıblar. PET qat ediblər və PET qat ilə görüblər ki, anal kanser onun metastazıdır. Əsas kolon kanseriymiş kişimiz. Dayımız kolon kanseriymiş, rektal nahiyədə isə onun metastazıymış. CGC-də görülmüş. Hətta stage 2 deyərdik ki, onlara yaxındakı limfa düyünlərdə bir metastaz verdiyi varmış. Dayımız sağ olsun əməliyyat olubdur. Müalicəsi mitomitsin 5-fosfor-urasil arasında, radioterapiya arasında bir mübahisəli araşdırma gedir. Və xüsusi bir araşdırmalar olur. Yəni necə radioterapiya, 5-fosfor-urasil, mitomitsin cəmimi, yoxsa radioterapiya mı birinci edək və s. Radioterapiyada xüsusi olaraq da dediyimiz kimi topografik anatomiya edirlər. Həmin o limfa düyünlər, topografik limfa düyünlər dedik baxdığımız kimi, həmçinin lezyon tapdığımız kimi GTV, STV uyğun olaraq rəngləyirlər və ona uyğun radioterapiya edirlər. Yox, əgər gördük vəziyyətimiz daha ciddidir, stage 4 və aralıq nahiyəsi çoxdur, xəstədə mezorektal excision edirlər. Yəni mezorektal nahiyəsini götürürlər. Və götürəndən sonra da operativ radioterapiya edirlər. Ondan sonra bir baxış keçirib yenə uyğun olaraq radioterapiya mı, kimyoterapiya mı gedəcəkdilər. Medikal pneumonikimiz var. Genel tedavimiz necə gedir? CAR-treat. Kemoradyoterapiya edirik, adjuvant terapiya edirik, sonra radyoterapiya, tumor resection edirik, recurrent disease, evolution, anal preservation, target terapiya. Əgər bunlar etdik, gördük xəstə vəziyyəti yaxşı deyil, cərrahi indikasyonumuz var. Yəni xəstənin sfinkter invaziyası varsa, fistula açılıbsa, kemoradyoterapiyanın bir zərəri varsa, komplikasiyalar varsa, daha başda göstərdiyim case kimi varsa, xəstə artıq xaricə çıxıb xərçəng keratinizasiya verib vəziyyəti ağırdır. Recurrent disease varsa, cərrahi indikasiya edəcək, mezorektal excision edəcək. Amma plastik cərrahlar xüsusi olaraq da muskus levator annidir və s. kimi məsələlərin bərpası ilə əlləşəcəklər. Çünki xəstənin plastik cəhətcə pis olmasına, yəni ki, buradan bir torba ilə gəzməsi əlbəttə ki. Kemoterapiyamız rejimi isə 5-fu mit anal kimi, 5-fosfor-urasil, mitomitsin, analda onu qoymuşuq ki, yəni analda xüsusilə 5-fosfor-urasil və mitomitsin gedəcəkdir. Bu da anal kanserinə, rektal kanserə uyğun olaraq treatmenti vardır. Hər birinin dediyim xüsusi diaqnostikası önəmlidir. Anal kanserin müalicəsi də başqa cür gedir, rektal kanserin də müalicəsi başqa gedir. Prosta anal kanserin alt tiplərinin müalicəsi eyni gedir. Amma diaqnostikada biz squamous hücrəli karsinoma eləcəyik. Digər hücrəli karsinomalar çox az tapılır. Yəni bir xəstəyə görə biz o boyda diaqnostika qoya bilərik. Əslində yəni 100 xəstədən 50-si pozitiv, 49-u squamous hücrəsi, biri də bazaloid çıxanda əlbəttə ki, o bir dənə diaqnostikası olmayacaq.
Burada biz onun yaklaşımını görürük. Yaklaşımında necə gedir? Yaklaşımını ən son takib və yaxud da cərrahi əməliyyat gedəcəkdir. Cərrahi əməliyyatdan sonra çıxarılır. Hətta onun ətrafındakı mezorektal nodlar da çıxarılır, laboratoriyaya aparılır, baxılır. Yəni bu da demək deyil ki, yəni orada bir metastaz olsa onu çıxarılır. Xeyr, çıxarılır, baxılır. Və bu qədər. Anal kanseri bu qədər biraz şeydir, yəni çox baxılması çox sualı bir şeylərdir. Prosto bu qədər. Çok teşekkürler. Sözünüzü dinledim. Hı hı. Hı hı. Hə, həm yox. Çünki bax bu 1980-2005-ci il araşdırmasında həm kontaktla birbaşa yoluxmuş HIV-li xəstələrdə pozitiv çıxıb. Yəni anal kanseri pozitiv çıxır. Həm də kontaktla olmayan heteroseksual adamlarda belə anal kanser çıxıbdır. Amma amma heteroseksual olub da HIV-i pozitiv çıxıb anal kanserin çıxma insidansı çox aşağıdır. Yəni demək olar ki, yox deyə bilərəm, amma var yəni biri var, bir ikisi var idi. Amma kontaktda olub HIV pozitiv çıxanlarda daha çox görülür. Yo, yo. Bizə homoseksuallarda daha çox buna baxıblar ki, görək yəni HIV pozitiv çıxsın, HPV pozitiv çıxsın, anal seks etmiş şəxslərdə ən çox hansı nahiyədə əmələ rektaldanmı, analdamı, yəni dentat xəttinə uyğun olaraq baxıblar görürlər ki, dentat xəttinin tam elə rektuma keçən nahiyəsi çox zədələnir və oradan əmələ gəlir. Yo, yo, yo. Hə. Mənə də çox absurd gəldi. Yəni bunun heç bir fərqi yox imiş də pozitivlə neqativ ki, daha çox belə metastaz vermə. Bu 34 ayda şeydir, HIV pozitiv çıxır və AIDS yaranır. AIDS daha da bu işi ağırlaşdırır və 5 aya gözləməmişdə xəstəni məhv edir deyə düşünürəm. O dediyim kimi anal kanser çox metastaz çünki xaric bizim fizioloji prosesimizdir deyə tez metastaz vermə qabiliyyəti ay yaşa zədələnir və tez metastaz vermə qabiliyyəti çoxdur. Limf noddalarda aralıq bölgəsindədir. Yəni tam elə yayılacaq şərait olacaq bir yerdə. Ən çox verdiyi metastazları qeyd eləməyiblər. Bəlkə də eləyiblər, mən tapamamışam. Çox baxdım, yəni bu limf nodlarını tapandan sonra dedim ki, bəlkə metastaz verdiyi daha çox nahiyələr olar.
Amma elə də metastaz verdiyinin bir qeydi yox idi. Aralıq nahiyəsində daha çox metastaz verdiyini qeyd etmişdi. Daha xüsusi spesifik orqan deməmişdilər. Hı hı. Hı hı. 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 Burda mən deyərdim ki, ehtiyac olmalıdır. Hətta burda epitemologiyasında dedimdə xəstədə bir vulvar displazi və yaxud da sfinkter servikal displazisi olsa belə, ya kanser deyil, displazisi olsa belə, biz anal nahiyəsini bir nəzarət etməliyik, keçirtməliyik. Çünki metastazı çox sürətli verən bir təhlükəli nahiyədir və həyati funksiya yerinə yetirən bir nahiyədir. İstər-istəməz bir anoskop et, biopsiya götür və yaxud da digital ekzam et, götür. Hemoroid xəstəsində necə götürməzsən, yəni hemoroid xəstəsini bilsən nə zaman götürməsən, tam dəqiq bir anamnezini götür. Soruş sənin cinsəl yönəlimin nədir? O hə göstərər. Prosto necə demək, elə bu klinika ilə teoriya bir deyildi ya, klinikada baxarsan heç hemoroidi dəqiq belə qoymurlar da. Elə yalandan baxırlar, hə okey sən hemoroidsən, yola verirlər. Amma bir dəqiq anamnezini soruş, cinsəl yönəlimini soruş, nə qədər partnyor olduğunu soruş, nə bilim, bunu et, onu et, çox diaqnostika et. Ondan sonra bir dəqiq gəl. Mən sual anlamadım əslində. Sual idi ki, dedi ki, Həsən, məsəl üçün bizim ölkədə məsələn hemoroid diaqnozu qoyur da, yəni hemoroid diaqnozunda əgər biopsiya götürürmü? Yəni bu baxır görürlərmi ki, şeydə, yəni baxsınlar. Axı seçilir, niyə götürək ki? Yox. Hemoroid çox qanaxma vermir. Mən Yenə də mən yəni hemoroid deyib keçməyək də biz soruçaq, dəqiq bir anamnezini götürək məncə də. Yəni hemoroiddə okey, hemoroid çıxsın. 16-cı ştam, daha çox 16-da görülür. 18-10% idi. Ən çox 16. Hətta servikaldan daha çox analda belə anal karsinomalarda 16, HPV 16 görülür. Yəni çox şeylərdə 16, HPV 16 görüləcəkdir. Hə, necə rektal tuşedə zaten şey eləyirlər. Ona görə deyirəm, dəqiq diaqnostika, dəqiq anamnezdən biz tutmaq olar ki, bu anal kanseridir, yoxsa hemoroiddir, hemoroid uyğunluğunda müalicə gedəcəkdir. Siz sağ olun, siz sağ olun, təşəkkür edirəm. Hə, video. Adam